Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dövlət orqanları, qurumlar tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları, qurumlar tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədə uyğunluğunu müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi qaydaları təsdiq edilib. Xəbər verilir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir. Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq. Xəbər verilir ki, bu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin dünənki iclasında müzakirə olunan gömrük məsələsinin dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi bir ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək. Bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilməlikdə. Gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə, həmçinin qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq. Qanun layihəsinə əsasən qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək. Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək. Bununla yanaşı, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar, həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul ediləcək.